İnsult sadə dillə desək, beyinə qan axınının dayanması və ya pozulmasıdır. Beyin hüceyrələri davamlı olaraq qana və oksigenə ehtiyac duyur. Əgər bu axın bir damar tıxandığı üçün dayanırsa və ya damar partlayırsa, beyin həmin hissədə qida və oksigen almır. Hüceyrələr ölməyə başlayır. Nəticədə insanın bədəninin bir tərəfi tutulur, danışığı pozulur, sifət asimetrik olur, bəzən birdən yıxılma, görmə itkisi və huşun bulanıqlaşması meydana çıxır. Ən çox iki növ insult olur. İşemik insult damar tıxandığı zaman baş verir. Hemorragik insult damar partlayanda və beynin içində qanaxma olanda baş verir. Hər iki halda da zaman çox vacibdir. Çünki beyin hüceyrələri dəqiqələr içində zədələnir. İnsultda ən vacib şey vaxt itirməməkdir. Əgər birinin sifətində qəfil asimetriya, danışığında dəyişiklik və ya bir tərəfli zəiflik hiss edərsinizsə, dərhal təcili yardım çağırın. Unutmayın, hər dəqiqə beyin hüceyrələri üçün çox önəmlidir.